Mən Əmirov Rafiq Ağamalıoğlu sizə bildirirəm ki, 23 noyabr 2017-ci il İnşaat Konstruksiyaları MMC-nin Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli binada 3 otaqlı mənzil almışam. Mənzilin maye dəyərini tam şəkildə ödədiyimə görə mənə müqavilə maliyyə araşı veriblər. Sonradan öyrəndim ki, mənim mənzilimi 2018-ci il Fəthullayev Təbərrük Sərxan qızına satıblar və ona 2019-cu il təkrar bir də satıblar. Ona 2 müqavilə, 2 maliyyə araşı veriblər. Hər ikisi saxtadır. Bunlar yoxlanılıb. Bundan başqa mən bildirmək istəyirəm ki, bu müqavilələr haqqında qısaca məlumat verim. Mənə verilən müqavilə hazır plankdan ibarətdir. Həmin plankı MTK-nın müdürü Əhmədov Rəsul şəxsən özü öz xətti ilə doldurub, imzalayıb, MTK-nın prezidenti Əliyev Rauf isə möhür vurub. Qadına verilən müqavilələr hər ikisi kompüterdə hazırlanıb, hazır plankdan ibarət deyil, əllə yazılmayıb, kompüterdə yazılıb. Müqavilələrdə də mənzilin sahəsi birinci düzgün hesablanmayıb, ikinci mənzilə ödənilən məbləğ düzgün hesablanmayıb, üçüncüsü hər iki müqavilədə olan imza Əhmədov, MTK-nın müdürü Əhmədov Rəsula aid deyil. Hər iki müqavilədə birində möhür var, digərində möhür yoxdur. Bu müqavilələr yoxlanılıb, hər ikisi saxtadır. Mən bu müqavilələrlə əlaqədar ağır cinayətlərin sədr mavini Şəlalə Həsənovun qəbulunda olmuşam. Müqavilələri təqdim eləmişəm. Şəlalə Həsənov mənə deyib ki, bu qadına verilən bu 2 müqavilə kimi 271 dənə müqavilə MTK vətəndaşlara satıb, ona görə də bütün MTK-nın vəzifəli şəxsləri üçün cinayət işi açılıb. 2017-dən bu günə qədər məhkəmə qədər ağır cinayətlərdə oradan mənə sorğu da verdik, oradan mənə məlumat da verdilər ki, Əmirov Rafiq də, Fəthullayev Təbərrük də zərər çəkən şəxs qismində gedmirlər. Mən bu mənzillə əlaqədar dəfələrlə korrupsiyanın müstəndiqi Tural Yaqubovun qəbulunda olmuşam və ondan xahiş etmişəm, dəfələrlə xahiş etmişəm, qərar çıxartsın ki, bu zərər çəkən kimdir, mənzil kimə məxsusdur, qərar çıxartsın, hər şey aydın olsun. Ancaq o məni dinləmədi, qərar çıxartmaqdan imtina etdi. Mən bunu ilə əlaqədar 2 dəfə Fuad Ələsgərovun qəbulunda olmuşam. Bir dəfə 18 yanvar 2023-cü ildə Fuad Ələsgərovun qəbulunda oldum. Ətraflı mənzil haqqında məlumat verdim, ərizə təqdim elədim. Fuad Ələsgərov məni dinlədi, sonra mənə dedi ki, burada məktub göndərəcəyik baş prokurorluğa, siz üçün qərar çıxartmaq üçün kim zərər çəkmişdi, kimə məxsusdur o mənzil. Mən gözlədim. Bir aya yaxın gözlədim, sonra mənim sadəcə məktub göndərdilər. İstintaq şöbəsinin rəisi Mehmet Hümmətovun adından Tural Yaqubov məktub göndərdi ki, Fuad Ələsgərovun göndərdiyi sənədlər cinayət işinə əlavə olundu. Bu qədər. Qərar çıxartmadı. Mən təkrar bu ilə əlaqədar 12 yanvar 2017-ci il, 2023-cü il, üzr istəyirəm, Fuad Ələsgərovun qəbulunda oldum. Yenə ərizə ilə müraciət elədim, ətraflı məlumat verdim. Fuad Ələsgərov yenə dedi, təkrar məktub göndərəcəyik prokurorluğa qərar çıxartmaq üçün. Üstəlik məni korrupsiyanın rəisi Nazim Rəcəbovun qəbuluna göndərdilər. Ayın 15-i mənə zəng eləyib, qəbula dəvət elədilər. Mən ərizə ilə Nazim müəllimə müraciət elədim. Ətraflı mənzil haqqında məlumat verdim. Nazim Rəcəbov məni dinlədi və axırda mənə dedi ki, Rafiq müəllim narahat olmayın.
mən şəxsən özüm sizin xeyrinizə qərar çıxardacağam. Bundan arxayın ola bilərsiniz. Mən bir müddət gözlədim, yenə mənə məktub gəldi. Mehman Hümmətovun adından Tural Yaqubov yenə təkrar məktub göndərdi. Məktubda yazılmışdı ki, Fuad Ələsgərovun göndərdiyi sənədlər yenə cinayət işinə əlavə olunub. Bundan başqa mən məhkəmə ilə əlaqədar 3 dəfə iddia ərizəsi vermişəm. Bir dəfə iddia ərizəm təmin olundu, icraya yönəldildi, icra vərəqəsi icraya yönəldildi, icra vərəqəsi icra olundu. Həmin mənzilə baxış keçirildi. Mənzil usta tərəfindən açıldı, mənzilə baxıldı. Mənzil yüngülvari təmir olunmuşdu, mənzilin zamoku dəyişildi. Mənzil bağlandı, plomb vuruldu. Açarını mənə vermə əvəzinə icra məmuru özündə saxladı ki, qoy qadını tapaq, ona başa salaq ki, bu mənzil filənkəsindir, sizin deyil, ondan sonra açarı sizə təqdim edərik. Buna baxmayaraq, bir aydan sonra qadını icraya dəvət elədilər, açarı ona verdilər. Açarı qadın götürüb həmin mənzilə getdi, mənzilin zamokun dəyişdi. Mənzildə bugünə qədər yaşayış yoxdur. Bugünə qədər mənzildə yaşayış yoxdur. Ancaq açar qadındadır, yenə qadın o mənzili zəbt eləyib. Bundan başqa sizə məlumat vermək istəyirəm ki, Fəthullayev Təbərrük Sarxan qızının adında 2 saxta müqavilə olmağına baxmayaraq, Yasamal Məhkəməsinin hakimi Fariz Əlzadə və Apellyasiya Məhkəməsinin hakimi Azad İmanov Fəthullayev Təbərrükü vicdanlı alıcı kimi qələmə veriblər və onun xeyrinə qeyri-qanuni qətnamə çıxarıblar. O şəxsi mənfəətlərin güdmək şərti ilə. 8 il 2017-dən bu tərəfə 8 ildir mən bu mənzillə əlaqədar əlləşirəm, yorulub əldən düşmüşəm, Fuad Ələsgərovun qəbulunda olmuşam, prezident aparatına dəfələrlə məktub göndərmişəm, prokurorluğa dəfələrlə Kamran Əliyevə ərizə ilə müraciət eləmişəm, 2 dəfə qəbuluna yazılmışam, məni qəbul eləməyiblər. Şikayət yazmışam Kamran müəllimin adına korrupsiyadan. Yenə mənə cavab yazılmayıb. Mənim 72 yaşım var, ağır şəkər xəstəsiyəm. Bizim hörmətli prezidentimizdən mən artıq dərəcədə xahiş edirəm. Mənim hüquqlarım pozulub, mən bu ölkənin vətəndaşıyam. Xahiş edirəm mənzilimi geri alması üçün mənə yaxından kömək etsinlər. Mən Kamran müəllimə ərizə ilə müraciət etmişəm, istəyirəm qəbuluna düşüm və öz mənzilim haqqında ona ətraflı məlumat verim ki, bu haqsızlığı aradan qaldırsın. Belə haqsızlıq olmaz, mənim hüquqlarım pozulub. Həm prokurorluq korrupsiya tərəfindən, həm də məhkəmə tərəfindən. Mənim hüquqlarım pozulub. Mən də bu ölkənin vətəndaşıyam. Niyə belə haqsızlıq edirlər?